Deməli, birinci dərsin test sahəsindən başlayıram. Mən birinci səhifə 9-da Who am I? Birinci hissə dinləmədir. Buradan öyrətdiyim kimi Google-a girirsiniz və query screen edirsiniz. Dinləmə mətni gəlir. Dinləməni yaxşı eləmək üçün uşaqlar əvvəlcə suallardan tanış olmalıdırlar ki, dinləmə eləyərkən səhv işləməsinlər. Birinci sualdan başlayıram. What are the advantages? İngiliscə oxumayacağım, çox vaxt getməsin deyə. Məktəb uniformalarının üstünlükləri nədir? A variantında deyir ki, valideynlər uşaqların məktəb uniforması geyinməsinə qarşı olur. Dinləmədə belə bir şey demir. B variantı, onlar narahat hiss edirlər və pis hiss edirlər uniformalarda. Bu da səhvdir. C bəndi, uşaqlar üçün məktəb uniforması geyinmək yaxşı ideya deyil. Not yazılıb. Bu da səhv variantdır. Düzgün variant D variantı olur. Uşaqlar rahat hiss edirlər. Formalar da düzdür. Y variantında deyir ki, uşaqların məktəb forması geyinmək uzun vaxt aparır. Dinləmədə isə tam əksini deyir. Deyir ki, uşaqlar tez, çox vaxtlarını aparmır uniforma geyinmək. Biri var şkafa açıb 3-4 paltar seçirlər ki, görüm hansını geyinəm. Bir də var uniformalarını geyinib gedirlər. O da ona görə az vaxt aparır. Ona görə Y variantı da səhvdir. Düzgün cavab olur D bəndi. Sual 2. Məktəb uniformaları həmçinin birinci test, birinci cavab. Uşaqların bərabərliyini, birlik və bərabərliyini göstərir. Düzdür. 2-də deyir ki, məktəblər üçün pis seçimdir, səhvdir. 3-cü variantdır ki, hörmət hissini təqdim etmək üçündür, düzdür. 4-cü, gənclər üçün teenager yeniyetmə deməkdir. Yeniyetmə üçün bəzi çətinlikləri var. 4 də burada səhv olur. Çünki dinləmədə deyir ki, heç bir çətinliyi olmur. Hamı üçün rahatdır, asandır, valideynlər də xoşdur, uşaqlar da xoşdur və s. Ona görə düzgün cavab olacaq B bəndi 1-3. Üçüncü deyir ki, mətnin başlığı ümumiyyətlə mətn nə haqqındadır? Burada dinləmədə nədən danışılır? Düzgün cavab isə məktəb uniformalarının vacibliyindən. 4-dəki test true və false, yəni doğru və yanlışı seçməliyik. Nəyi doğru deyir, nəyi yanlış deyir, dinləməyə qulaq asdıqdan sonra. Birincidə deyir ki, uşaqlar üçün məktəb forması seçmək çətindir, səhvdir, çünki asan da deyir dinləmədə. İkincidə deyir ki, yeniyetmələr üçün məktəb forması geymək çox rahatdır, düzgündür, true. Üçüncüdə deyir ki, uşaqlar uniformalar geyinəndə onlar müxtəlif görünürlər. Bu false-dur. Niyə? Çünki uşaqlar uniforma geyinəndə hamı eyni görünür, fərqli görünmürlər. Hamısı eyni uniformada olur deyə bir-birinə oxşuyurlar. Yəni, ona görə bu false-dur, yanlışdır. Dördüncüdə isə məktəb uniformaları məktəb həyatında vacib bir rol oynayır. Bu da true. 5-ə keçdim. Promoyu birbaşa tərcümə edirəm çox vaxt getməsin deyə. Salam. Mən sənə səyahət planım haqqında məlumat vermək istəyirəm. Mən istəyirəm sənə baş çəkim və bayramımızı biz birlikdə keçirək. 3 həftəyə görüşənədək hələlik Tina. Take care və sincerely kimi şeylər, yəni hələlik görüşənədək Tina. Deməli, burada Tina istəyir ki, keçirsin bayramını Betty ilə. Bunu da hardan bildik? Başlıqda yazıb ki, Dear Betty, əziz Betty. Mən istəyirəm ki, bayramımı səndən keçirəm. Özünə müğayət ol Tina. Ona görə cavab olur Y bəndi. Tina istəyir ki, keçirsin bayramını Betty-gildə. 6-cını oxuyuram. Əziz Maria, mən istəyirəm sənə ən yaxın dostum Jane haqqında danışım. O çox sevimli bir qızdır. O öyrənir ingilis dilini, fransız dilini. O öyrənir ingilis dilini və onun ingilis dilisi çox yaxşıdır. Fransız dili yox idi, çaşdım. O öyrənir ingilis dilini və onun ingilis dilisi yaxşıdır. O kömək edir mənə dərslərimdə. O çox mehribandır və ağıllı qızdır. Take care qayğısına qalmaq, yəni özündən müğayət ol Kate. Deməli, Kate deyir Mariaya öz dostu haqqında. 7-ci sualı oxuram. Əziz Heli, salam. Mən 5-ci sinifdəyəm indi. Biz 25 nəfərik. Bizim dostlarımızdan biri Martindir. O çox uzun boy oğlandır. O çox çalışır. Onun qiymətləri çox yaxşıdır. Sincerely, take care. Bu kimi şeylər məktubun axırında yazılır ki, yəni türklər deyir, sayğılarla, hörmətlərlə, yəni imza falan kəs, o mənaları daşıyır. Joy. Deməli, Joy deyir Harry'yə onun sinif yoldaşlarının biri haqqında. Çünki bu deyir, mən 5-ci sinifdə oxuram, 25 nəfərik. Dostlarımdan biri Martindir, o çox ağıllı oğlandır, belə yaxşı oxuyur, qiymətləri belə yaxşıdır. Deməli, öz dostu haqqında danışır, öz sinif yoldaşı haqqında danışır. 7-ci cavab olur C bəndi. Dalını davam edirəm səhifə 12-dən. Burada uşaqlar mətni oxuyub tərcümə eləməli idilər. Burada bir neçə sözlər var ki, o sözləri keçən il lüğətlə olmayıb. Ona görə də uşaqlar Google Translate-ə girirlər və orada bu haqda danışırlar.
girib Google Translate-də, yəni bu haqda axtarırlar ki, görək bu sözün mənası nədir. Google Translate-ə girirlər, sözü yazırlar və orada sözlərin tərcüməsi çıxır. Cavabları oxuyuram. People don't go in for sports nowadays. Biz düzgün olanları seçməliyik. Birincidə deyir ki, adamlar indiki günlərdə sporta çox getmirlər. Bu yanlış cavabdır. Əksinə indi daha çox insanlar sporta gedirlər, idmana gedirlər. İkinci, uzun günlərlə, yəni uzun gün boyunca kimləsə çatdaşmaq, yəni mesajlaşmaq yaxşı deyil. It's not good, yaxşı deyil. İkinci test düzdür, yaxşı deyil. Çünki şuadır, həm də ziyandır çox, həm də mətndə o şeylər deyir zaten özü. Üçüncü testə baxıram. Fishing with a friends. Aha. Dostlar ilə balıq tutmaq həmçinin yaxşı əyləncə vaxt keçirmək deməkdir. Yəni yaxşı vaxt keçirməkdir. 3 də düzdür. Mətndə də o haqqda deyir. Hətta baxın burada da əlimin altına fishing with friends can be a good day və s. Dördüncü, gardening, yəni bağda nəsə əkmək, bitkimi, ağacımı nəsə əkmək insanları xoşbəxt edə bilməz. Cannot yazılıb, səhvdir. İnsanları xoşbəxt edə bilər. Ona görə düzgün cavab olur 2 və 3 B variantı. Burada deyir mətn nə haqqındadır? Mətni oxuyanda görürük ki, mətn müxtəlif növ aktivitelər haqqındadır. Çünki biri idmandan danışır, biri gəzməkdən, səyahətdən danışır, biri dil öyrənməkdən danışır və s. və s. Yəni mətn müxtəlif aktivitelərdən danışır. 10-cu test. What do sociable type of people? Yəni deyir ki, sosial insanlar əyləncə olaraq nə etməyi prefer, üstünlük verirlər. Burada isə biz düzgün cavabı seçməliyik. A variantında deyir ki, internetdə çoxlu vaxt keçirmək səhvdir. Sosial insanlar internetdə vaxt keçirmirlər. Əksinə insanlardan, yəni normal həyatda vaxt keçirməyə xoşlayırlar. B variantında deyir ki, müxtəlif komanda, sport və klublara qoşulmaq. To watch films at the cinema or enjoy exhibitions. Burada deyir ki, filmlər izləmək sinemada, yəni evdə yox. Sosial olmayan insan evdə film izləyir. Çünki cəmiyyətə qarışmaq istəmir. Amma sosial insan sinemada, yəni kinoteatrda film izləməyə və yaxud da ki, exhibition, sərgilərdən ləzzət almağa. Yəni canlı harasa gedir və orada eləyir aktivitesini. Çünki sosial yazılıb, sosial insan. Və mətndə də o haqqda danışır. 11-ci test. The benefit of fast time is, deməli, benefit faydası, üstünlüyü, əyləncələrin üstünlüyü odur ki, birinci, insanlar evdə daha çox vaxt keçirirlər, səhvdir. Yəni, mətndə çöldə etdiyimiz əyləncəli aktivitelərdən danışır. Ən məşhur olan əyləncə növlərindən. Evdə vaxt keçirmək sosial deyil də, yəni evdə olanda sosiallaşmırıq. İkinci, insanlar sportda az vaxt keçirirlər, səhvdir. Mətndə əksinə deyir, çox vaxt keçirirlər. Üçüncü, adamlar nəsə maraqlı bir şey tapırlar. Nəsə maraqlı bir şey yəni maraqlı nəsə etməyə bir şey tapırlar. 3 düzdür. İnsanlar müxtəlif faydalı məlumatları əldə öyrənə bilərlər. Bu da düzdür. Məsələn, parka gedirsən, nəsə bir söhbət edirsən kimlənsə və yaxud da ki, idmana və yaxud da harasa bir yerə və sosiallaşırsan, insanlardan bir məlumat öyrənə bilirsən. Cavab 3-4. Deməli, buradakı mətnin davamı hansı yanlışdır? Birinci, insanların yəni peçat deyil, bu stamp sözü, yəni kolleksiyalar, cırcıqlı yapışqanlı kolleksiyalar olur. Həmin o stampları toplamaqda maraqları çox azdır, səhvdir. Mətndə deyir ki, əksinə bu hissədə deyir ki, əksinə çoxdur, bir yanlışdır. İkinci, müasir texnologiyalar insanlar aktiv edir, səhvdir, aktiv etmir, əksinə pasiv edir. Yanlış cavab olur 1-2. 13-ə baxıram. Choose the correct variant. Düzgün variantı seçin. Sənin ad günün nə vaxtdır? When is your birthday? B variantında izi cümlənin axırında verib səhvdir. C variantında when is birthday your? Your ümumiyyətlə cümlənin axırından gəlmir. Özünə mütləq isim gəlməlidir. Gördüyünüz kimi yordan sonra birthday isim gəlib. C bəndə səhvdir. When birthday your is, belə bir cümlə yox, bu cümlə quruluşu yoxdur ümumiyyətlə. When birthday is your. Dediyim kimi yordan sonra həmişə isim gəlməlidir. Bu da cümlənin axırında gələ bilməz. Düzgün cavab A variantı. My friends are great. Mənim dostlarım əladır. Kim? Xətt çəkilmiş notdan cavab verir. Mənim dostlarım. Kim? Yəni onlar. D variantı. Kate mənim ən yaxın dostumdur. Kate qadın cinsidir, she'dir. She'dən də indiki zamanda is olur. Kate is my best friend. Aha. Deməli, bu cümlələrə fikir verək. Əgər bir cümlədə but varsa, yəni amma ancaq lakin varsa, bu zaman cümlənin bir tərəfi həmişə təsdiq olur, digər tərəfi inkar olur və yaxud da ki, bu hissə inkardırsa, bu hissə mütləq təsdiqdə olmalıdır.
Mən ingiliscə danışa bilirəm, amma mənim bacım bacarmır. Və yaxud da ki, mən ingiliscə danışa bilmirəm, amma mənim bacım bacarır. Bir variant seçməliyik və can, cannot. Mən ingiliscə danışa bilirəm, amma mənim bacım bacarmır. Yəni ingiliscə danışmağı bacarmır. Olur D bəndi. 17. Nephew sözü bacı və yaxud da ki, qardaşın oğludur. My nephew is a good doctor. Mənim bacım oğlu yaxşı həkimdir. Nephew sözünün oğlan olduğunu bilməyimiz hardan bilirik? Nephew sözü bacı və ya qardaşın oğludur. Niece isə bacı və ya qardaşın qızıdır. Oğlan olduğu üçün biz bu tərəfdə he düşünməliyik. He is 35 years old. Mənim bacım oğlu yaxşı həkimdir. O 35 yaşındadır. 18. Uşaqlar həyətdə futbol oynayırlar. Uşaqlar kim onlar? Yəni uşaqlar sözünü Z kimi düşünürük. Z-dən is olmaz, am olmaz, is not olmaz. Are play ya da are playing. Are play deyə bir zaman yoxdur. Bu test ya belə olmalıydı. Uşaqlar oynayırlar futbol həyətdə. The children play football in the yard. Ya play olmalıydı sadəcə. Are playing isə indiki davam edici zamandır. Uşaqlar hal-hazırda, yəni həyətdə futbol oynayırlar. Deməli, are play deyə bir zaman yoxdur. Eləcə play olsaydı arsız. Bu olacaqdı indiki adi zaman. Are playing olduğu üçün olur indiki davam edici zaman. Növbəti testə baxıram. Növbəti testi deyir ki, düzgün variantı seçin. 5 books, 5 kitablar düzgündür. 1 students, səhvdir. 1 tələbələr yox, tələbə olmalıydı. C variantı, nədir? Üçüncü test. 3 cat, 3 pişik yox, pişiklər olmalıydı. 2 table, table yox, tables olmalıydı. 6 lessons, düzdür. 10 balls, düzdür. 1, 5, 6 A variantı. Test 20. Tom is my uncle. Tom mənim əmimdir. I am, mən onun sevimli qardaşı oğluyam. Mən kimin? Tomun. Tom kimdir? Kişi cinsində onun. I am his favorite nephew. D variantı. 21. Fevralda var 28 gün. B variantı 30. C variantı 31. Y variantı 32. D variantı 26. 28 A variantı. 22. Düzgün variantı seçək. To take homework yox. To do homework olar. Ev tapşırığı etmək. To take a photo, şəkil çəkmək. 2. To talk, danışmaq, söhbət etmək. Telefonda, on the phone. To do homework. 1B, 2C, 3A. C variantı. 23. Fillər üzə bilir, amma meymunlar üzə bilmir. Dediyim kimi, burada amma, ancaq varsa, bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. Bu tərəf təsdiqdirsə, bura inkar olmalıdır. Bura inkardırsa, bura təsdiq olmalıdır. Bircə dənə variant var. Elephants can swim, but monkeys cannot. Uşaqlar deyə bilər, ay müəllim, niyə C olmur? Məsəl üçün, niyə D olmur? Buranın da bir tərəfi təsdiq, bir tərəf inkardır. Ona görə ki, kəndən sonra heç vaxt to gələ bilməz. Can modal feili özündən sonra to tələb eləmir. Ona görə cavab olur A variantı. 24. What are you wearing? Sən nə geyinirsən? I am wearing a. Mən geyinirəm. Bir dənə sandals olmaz. Çünki sandal pasanoşka, yay pasanoşkalarıdır və cəmdədir. Edən cəm olmaz. Çünki E1 deməkdir. T-shirt, qısaqol kofta olar. Shorts. Bir dənədən shorts olmaz. Çünki bir dənə tək bir şey olmalıdır. Cap, kepka, swimsuit, kupalnik. 2, 4, 5. C bəndi. Düzgün antonim cütlərini seçək. Early, erkən, late, gec, düz. Nice, yaxşı, gözəl, beautiful, gözəl, sinonim sayılır. Big, böyük, small, balaca, düz. Long, uzun, short, qısa, düz. High, yüksək, tall, hündür. Bunlar da sinonim sayılır, yox. 1, 3, 4. 20-ci mətnin şəkillərə baxırıq və özümüzdən bir mətin qururuq. Kimin ürəyi necə istəyir, o şəkildə mətin qura bilər. Bilmədiyimiz sözləri Google Translate-dən axtarıb da mətin qura bilərik. Mən misal üçün, uşaqlar üçün belə bir şey yazmışam. Hello, my name is Tom. Salam, mənim adım Tomdur. I work in a clinic, I am a doctor. Mən klinikada işləyirəm və həkiməm. I am a good doctor, I am a vet. Mən yaxşı həkiməm və mən baytaram. I treat animals. Mən heyvanlara treat sözü həm davranmaqda, həm müalicə etməkdə. Heyvanları müalicə edirəm. I like to save animals and make them feel comfortable. Mən xoşlayıram heyvanları xilas etməyi və
onları rahat hiss elətdirməyi xoşlayıram. Kimin ürəyi necə istəyir, burada mətn qura bilər, o sözləri yaza bilər, amma ən azından 35 söz olmalıdır. Birinci testimizin izahı bu qədər. Hər dəfə test izahları eləyib qrupa atacağım. Hər kəsə salam. Bugünkü video izahım ingilis dilindən 5-ci sinifdə Who am I-ın B variantının bir hissəsi izah olacaq. Səhifə 16-dan başlayaraq izaha başlayaram. Birinci hissədə gördüyümüz kimi dinləmə hissəsidir və şagirdlərimə hər dərs dəfələrlə qeyd edirəm. Dinləməni səhvsiz, mükəmməl şəkildə yazmaq istəyiriksə, dinləməyə qulaq asmazdan öncə biz birinci bu hissədəki mətnləri oxuyaq, tərcümə eləyək. Məlumatımız olsun görək bir bu mətn, yəni dinləyəcək olduğumuz şey nədən bəhs eləyir? Bunları oxuduqdan sonra dinləməyə qulaq asan şagird ən azından bu 4 sualdan heç olmasa 3-ünə doğru cavab verir. Yox, əgər siz dinləmə qulaq asdıqdan sonra bunları etməyə çalışsaz, məcbursuz dinləmələrini dəfələrlə dinləyəsiniz ki, cavabları tapa biləsiniz. Çünki dinləmədə birinci məsələn buranın cavabını deyir, sonra buranın cavabını deyir, sonra aşağının cavabını deyir. Ona görə də şagird onu çatdıra bilmir. Ona görə öncə oxuyuruq, daha sonra dinləyirik. Onu da qeyd etmək istəyirəm ki, qəbulda dinləmə yalnız 2 dəfə icazə verilir. Amma siz hələ ki qəbula getmədiyiniz üçün dinləməni 3 dəfədə, 4 dəfədə, 5 dəfədə dinləyə bilərsiniz. Ta ki mükəmməlləşdirilənə qədər dinləyə bilərsiniz. Başlayıram test izahına. Birinci sualda deyir ki, Brian öz bacarıqlarını necə inkişaf elətdirir? Cavab olur A variantı. Onun böyük qardaşı öz talantını inkişaf elətdirmək üçün ona kömək edir. İkinci test. Brian dostlarına baş çəkən zaman cavab olur 1-4. Onlar müxtəlif instrumentlər çalırlar və onlar birlikdə yaxşı vaxt keçirirlər. 2-3 nəyə görə səhvdir? İkincidə deyir onlar musiqiyə dinləyirlər və rəqs edirlər. Orada rəqs etmək sözü yoxdur dinləmədə. Üçüncüdə deyir ki, o dostlarına nağara çalmağı öyrədir, səhvdir. Əksinə Brian'ın qardaşı Brian'a nağara çalmağı öyrədir. Ona görə 2-3 səhvdir, cavab olur 1-4. Dram sözünün altdan xətt deyirik, lüğət dəftərimizə yazırıq. Nağara. Üçüncü tapşırıq mətn nə haqqındadır? Mətn Brian'ın ən yaxşı aktivitələrindən biri haqqındadır. Yəni hansısa bir aktivite həyatında müəyyən bir fəaliyyətləri olur və onlardan biri haqqında məlumat verir. Dördüncüyə baxıram. Dördüncüdə deyir ki, qərar verin. Görək bunlardan hansı doğru, true, doğru, hansı false, yanlışdır. 4-1. Brian nağara və başqa instrumentləri çala bilir. Səhvdir. Brian nağara çala bilir, başqa instrumentləri çalmaq üçün çabalayır, yəni üzərində çalışır. Amma burada deyir can play, bacarır, xeyr, bacarmır. Ona görə false. Nağaranı bacarır, digərlərini bacarmır. Ona görə bunu false seçirik. 4-2. Brian'ın böyük qardaşları musiqiyə marağı yoxdur, səhvdir. Əksinə deyir ki, Brian'ın böyük qardaşlarının musiqiyə marağı var, hətta onlar başqa instrumentlər çalırlar və Brian'a da kömək edirlər. Bu ola görə olur false, yanlış. 4-3. Brian həmişə öz üzərində çox çalışır uğurlu olmaq üçün. Doğrudur, true. Brian tez-tez dostlarına baş çəkir. Brian'ın dostları tez-tez ona baş çəkir, yəni Brian'a. Və onlar birlikdə yaxşı vaxt keçirirlər. True, doğru. Bu da doğrudur. Növbəti hissənin izahına keçirəm. Burada mətnləri oxuyuruq və mətn nə haqdadır, onu cavablardan seçirik. 5-ci testə baxıram. Dear Fred, əziz Fred. Hal-hazırda mən New Yorkda host ailəmlə birlikdə onlarla birlikdə qalıram. New Yorkda 1 il keçirirəm və host ailəmlə qalım. Host ailə nə deməkdir? Mən də Amerikada oxuyanda bir host ailə ilə qalıram. Host ailə, yəni səni qonaq eləyən ailə deməkdir. Bir ailə olur, ata, ana, uşaqlar və s. və sən o ailədən birlikdə yaşayırsan, yaşın az olduğu üçün. Bu da eyni ondan danışır. Mən New Yorkda host ailəmlə birlikdə qalıram. Mənim host atam, host anam, 14 yaşında olan bir qardaşım və 15 yaşında balaca bir bacım var. Onlar mənə kömək edirlər ingilis dili öyrənməyə. Onlar çox dostcanlıdırlar və onlar kömək edirlər ki, mən evdəki kimi hiss edim. Özünə müğayət ol, Ən. Deməli, Ən deyir Fredə, onun New Yorkdakı yeni həyatı haqqında cavab olur C variantı. 6-cıya baxıram. Əziz Jack, deməli, Jack ad günündə buna hədiyyə yollayıb. O hədiyyə üçün ad günündə yolladığın hədiyyə haqqında təşəkkür üçün sənə yazıram. Kitab çox maraqlı kitab idi. Sən bilirsən ki, mən kitab oxumağı xoşlayıram və sənin hədiyyən məni xoşbəxt elətdi. Mənə tezliklə yazarsan Kate.
Kate təşəkkür eləyir Jackə hədiyyəsi üçün. Yəni onun ad günü kitab hədiyyə eləyib onun haqqına, ona görə təşəkkür eləyir. 7-ci. Əziz Mike, salam. Yeni məktəbin haqqında necə hiss edirsən? Yəni fikrin nədir yeni məktəbin haqqında? Zəhmət olmasa mənə yeni sinif yoldaşlarım və müəllimlərin haqqında denən. Mən fikirləşirəm ki, hər şey yaxşıdır və sən yeni sinif yoldaşlarından məmnun olacaqsan. Məmnunsan, yəni fikirləşirəm ki, hər şey yaxşıdır və onlardan məmnunsan. Arzularla Sara. Deməli Sara istəyir ki, Mike'ın yeni məktəbi haqqında hər şeyi bilsin. Cavab olur Y variantı. Daha sonra buradakı mətni oxuyuruq. Mətni oxuduqdan sonra suallara cavab veririk. Mətni uşaqlar özləri oxuyub tərcümə edirlər. Nəyi başa düşməyəndə hazırlıqda məndən soruşurlar. 8-ciyə baxırıq. Deməli, mətn haqqında düzgün olan variantları seçmək. 1. Sara istəyir ki, məlumat versin bizə onun səyahəti haqqında. Düzdür, Sara burada öz səyahəti haqqında danışır. 3-cüdə isə Misir yaxşı vaxt keçirmək üçün olan ən yaxşı ölkələrdən biridir. Yəni, orada yaxşı vaxt keçirmək üçün olan ən yaxşı ölkələrdən biridir. Doğrudur, səbəbi də odur ki, Misirin öz arxitekturası var, qədim abidələri var, piramidaları var və bu oranı maraqlı ölkə eləyir ki, ora səyahət edək. 1-3 doğru cavabdır. 9-cu testə baxıram. Mətn nə haqqındadır? Mətn Saranın Misirə olan səyahəti haqqındadır. 10-cu test. Nəyə görə Misirlilərin kitabxanası dünyanın ən böyük kitabxanası hesab edilir? Cavab Y variantı. Çünki orada 6 milyon kitab var. Baxın, buradadır. 6 milyon kitab var. 11-ci, 4-cü gün qızlar mətnin içində yazılıb 2-4. Deməli, səhrada dəvəyə minirlər, deyən dəvənin üstündə gəzirlər və birlikdə yaxşı vaxt keçirirlər. Cavab olur 2-4. 12-ci test doğrunu seçin deyir. Cavab 1-3 olur. Misir ölkədir. Haradakı piramidalar, Gizada yerləşən piramidalar orada yerləşir və siz marketdən nəsə ala bilərsiniz. Yəni, bu şeylərin imenli orada baxın, eyni şeyləri burada deyir. Siz ala bilərsiniz marketdən nələrsə, hamısı burada mətn içində deyilir. Ona görə də cavab olur 1-3. Səhvsiz yazmaq istəyən şagird buranı qəşəng oxumalıdır. Lüğətdən istifadə eləyə bilər, tərcümələri eləməlidir. Hamısının cavabı oradan çıxır. Növbəti hissəyə baxıram. Who is she? Ya da who is he? O kimdir? She is my niece. Hardan bildim she-dir mən baxan kimi? Niece sözü keçmişəm. Bacı və yaxud da ki, qardaşın qızına deyirlər. Bacı qızı və yaxud da ki, qardaş qızı. Nephew bacı və ya qardaşın oğludur. Niece isə bacı və ya qardaşın qızıdır. Ona görə cavab olur A variantı. Who is she? O kimdir? O mənim bacım qızıdır. 14. Oğlanlar indi nə oynayırlar? Biz bilirik ki, sual verən zaman cümlədə əmizar varsa qabağa keçir və sual əvəzi cümlənin əvvəlində verilir. What are the boys playing? Oğlanlar nə oynayırlar? Və davam edici zamandır təbii ki də. 15-ci sual. Qızlar dictation, imla yazırlar. Cəm olduğu üçün are. The girls are writing a dictation. İndiki davam edici zaman. 16. Frank dostcanlıdır. Frank bilirik oğlan adıdır. Ona görə he olur. 17. Onun yaxşı saçı var, qəşəng saçı var. O uzundur və qaradır. Bəzi şagirdlərim çaşır ki, müəllim, burada söhbət qızdan gedir. O uzun və qaradır. Əzizlərim, long insana aid olan uzunluq demək deyil. İnsana aid uzunluq tall sözüdür, hündür. Long nəyinsə uzun olmasıdır. Onun qəşəng saçı var, yəni saç uzun və qaradır. Həm də uşaqlar, heç insana qara dark deyə bilərlər. Dark tündür. İnsana yəni bu sözü demirlər də. Rəngini deyə bilərlər. Ona görə cavab olur it. Onun qəşəng saçı var, o uzundur və tündür. Yəni qaradır. It. 18. Mənim atam xoşlayır qəzet oxumağı. Mən keçən şagirdlərimə buranı izah eləmişdim. Yenidən bir də izah edirəm. Bir cümlədə iki feil gəlirsə, like xoşlamaq, read oxumaq. İki feil yanaşı gəlirsə, ya arasında to yazılmalıdır, ya belə olmalıdır. Like to read, oxumağı xoşlayır. Ya da like, feil, reading arxasında bu şəkildə olmalıdır, inkli. Yəni, iki feilin arasında ya to məsdəri içsək olmalıdır. Çünki belə olur. Oxumağı xoşlamaq, to, maq. To-nu yazmasaq belə olur. Xoşlamaq, oxumaq. Oxumağı xoşlamalıdır. Ya da birinci feili olduğu kimi saxlayırıq, ikinci feili isimləşdiririk. Oxumaq, oxumağı xoşlamaq. Burada da
həm to, həm int yazıb. Ona görə bu variant düz deyil. Cavab olur reading. My father likes reading newspaper. Mənim atam oxumağı xoşlayır. 19. This is my new video camera. Bu mənim yeni video kameramdır. Söhbət nədən gedir? Kameradan. Sən onu xoşladın. Nəyi? Video kameranı. Cansızdır. It. Onu. It sözü həm o deməkdir, həm onu deməkdir. Biz bunu öyrənmişik. Sən onu xoşladın. Y variantı. 20. Mən sənə kömək edə bilərəm ya da kömək edə bilmərəm. Mən indi ev tapşırıqlarımı edirəm. Hal-hazırda ev tapşırığını edə bilirsəm, demək ki, hal-hazırda bu sənə kömək edə bilməz. Kəndən sonra heç vaxt to gəlmir. Kəndən sonra to gəlmir. Kəndən sonra feil heç vaxt ing artırılmır. Feil adi zamanda göstərilir. Cavab olur D variantı. Mən hal-hazırda sənə kömək edə bilmirəm. Mən ev tapşırığımı edirəm. Dərslərimi edirəm. 21-ci. Plane, təyyarə, train, qatar. Bat olan cümlədə bir tərəf həmişə təsdiq, bir tərəf inkar olur. Və yaxud da bura inkar, bura təsdiq olur. Təyyarələr uça bilir, amma qatarlar uça bilmir. B variantı. 22-ci testə baxıram. She, o, she, o. She-dən ar olmaz. C variantı avtomatik getdim. O, indi is playing davam edici zamandır. O indi pianino çalır. Has da var deməkdir. Onun pianinosu var ya da o pianino çalmır, onun pianinosu yoxdur. Cavablara baxıram. Isn't having deyə bir inkarlıq yoxdur. Having, has'in inkarı isə do'dan, does'dan verilir. Ona görə bura baxacağam. O indi pianino çalmır, onun otağında pianino yoxdur. B variantında belədir. O indi pianino çalır, otağında pianino yoxdur. Pianino çalırsa, otağında necə pianino ola bilər? Olmaya bilər. Burada deyir pianino çalır, amma onun otağında pianino yoxdur. Pianino yoxdursa nətər pianino çala bilər? Ona görə cavab olur D variantı. O indi pianino çalmır, onun otağında pianinosu yoxdur. Cavab olur D variantı. 23. Biz oynayırıq futbol, amma bayaq qeyd etdim, amma olanda bir tərəf təsdiq, bir tərəf inkar və yaxud da ki, bura inkar, bura təsdiq. Biz oynayırıq, biz futbol oynayırıq, amma biz beysbol oynamırıq. Cavab olur Y variantı. 24. Dondurma yemək bizim favori aktivitemizdir. Dondurma yemək nə? Adi bir isim. Dondurma yemək. Təkdə olduğu üçün is. Eating ice cream. Is. 25. Antonim cütlərini seçin. Draw çəkmək, paint rəngləmək. Black qara, white ağ. Friend dost, enemy düşmən. Good yaxşı, bad pis. Learn öyrənmək, study təhsil almaq. Doğru cavab 2, 3, 4. Burada isə biz şəkillərə baxırıq və özümüzdən mətn yazırıq. Ən az 35 söz olmalıdır. Şagirdlərimin ürəkləri necə istəyirsə, düzgün cümlə quraraq istədikləri cür tərtib edə bilərlər. Uşaqlardan danışa bilərlər, geyimlərdən danışa bilərlər, uşaqların saç rənglərindən danışa bilərlər. Sinif otağından danışa bilərlər ki, burada nə bilim globus var, burada şəkil var, şkaf var, adamların sayını yaza bilərlər. Hər şey tərtib edə bilərlər. Mən belə bir şey yazmışam özümdən 5-ci sinif uşaqlarının səviyyəsinə uyğun olsun deyə, amma istədikləri şey yaza bilərlər. Salam, mənim adım Saradır. Mən bağça müəlliməsiyəm. Mən uşaqları sevirəm. Mən onlara şəkil çəkməyi, müxtəlif mahnılar oxumağı və oyunlar oynamağı öyrədirəm. Mən bu şəkildə sadəcə yazmışam. Şagirdlərimin ürəkləri necə istəyir, o şəkildə yaza bilərlər. Bugünkü izahımız bu qədər. Təbii ki, hansı şagird, hansı izahı başa düşmədisə, hansı hissədə çətinlik çəkdisə, testinin yanına qırmızı ruçkadan işarə qoysun və məndən yenidən soruşsun. Sağ olun, hələlik, bugünlük bu qədər.